Leyla Xəlilzadə. Hər birinizi salamlayıram. Deməli, bugün bazar günü dekabrın 6-sı 2025-ci ildə Güvənin 10-cu siniflərlə olan blok sualının izahlarını verəcəm. Başlayaq 31-ci sualdan. Deyir, Cənubi Amerika və Afrika materiklərinin oxşar xüsusiyyətləri. Baxa 1-ə, qütb gecə gündüzləri müşahidə olunmur. Doğrudur, qütb gecə gündüzləri yalnız Şimali Amerika, Avrasiya materikində müşahidə olunur. Bunların heç birində müşahidə olunmur. Ona görə bir olan doğru olacaq. Şərq hissəsi seysmik cəhətdən aktivdir. Deməli, Afrikanın bəli, şərqi seysmik cəhətdən aktivdir. Mən bunu burada aşağıda testdə göstərə bilərəm. Deməli, Afrikanın şərq hissəsi burada aktivdir, yəni qırılmaz zolağıdır. Burada isə qərb hissəsi aktivdir. Ona görə bu oxşar variant ola bilməz. 2 olanları silirik. Variantlara da baxaq. Harada 2 varsa onu götürürük. Yəni silirik. 3. Günəşin zenitdə olma prosesi baş verir. Bəli, hər ikisindən tropik xətti keçirsə, deməli baş verə bilər. Deməli, 3-ü də götürürük. 1, 3. Mənim doğru cavabım varianta uyğun A variantı olacaq. Məsələn, 4 niyə olmaz? Sahillər Hind okyanı suları yuyur. Afrikada bəli yuyur, amma Cənubi Amerika yumur. 4 ola bilməz. Və 5 qədim Gondwana qurusuna aiddir. Bəli, Gondwanaya aşağıda olan 4 dənə materik aiddir. Bunlar da ona daxildir. 32-ci sual. Xəritə sxemə əsasən fəsillər daha aydın müşahidə edildiyi əraziləri müəyyən edin. Deməli, fəsillər aydın müşahidə olunan mülayim işıqlanma qurşaqlarıdır. Mən təxmini burada qütb dairələrini çəkirəm. 66.5-dən keçir. Tropiklərim də 23.5-dəndir. Bu da mülayim işıqlanma qurşağına üçün 1, 2 və 4. Doğru cavabım B variantı oldu. 33. Günəş onun şimal enliyində zenitdədir. Bu zaman günorta vaxtı 50 dərəcə cənub enliyindəki məntəqəyə günəş şüalarının düşdüyü buğuca qədər şimal yarımkürəsindəki hansı enliyə düşər? Biz bunu hissə-hissə işləyək. Deməli, günəş, ekvator çəkək. Günəş yerləşir onun şimal enliyində. Zenitdədir. Bu zaman 50 cənub enliyindəki məntəqə. Bir dənə 50 verək. Cənub enliyi vermişəm. Günəş görək bura nə qədər günəş şüası düşür. Biri şimal, biri cənub olduğu üçün bunu düstursuz da eləmək mümkündür. Onun üstünə 50 gəlirəm, eləyir 60. Yəni aralarında 60 dərəcə var. 90-dan da 60 çıxıram. 90, yəni günəşin maksimum düşmə bucağı olduğu üçün mütləq aldığım cavabı 90-dan çıxıram. 90, deməli çıxıram bunların cəmini 60-ı. Eləyir 30. Elədi 30. 90 çıxartdım bərabər 30. Aha, indi mənə deyir ki, deməli 30 dərəcə biz günəşə düşdüyü bucaq qədər şimal yarımkürəsindəki hansı enliyə düşər. İndi həmin o vəziyyət, yəni günəş elə burada dayanıb, yəni 10 şimal enliyində dayanıb. Mən də tapmışam 30 dərəcə bucaq. Deyir ki, hansı enliyə, amma şimalda olsun da. Həmin bu qədər nə tapmışıq 30-da? 30 dərəcə düşər. İndi bizdən enli istəyir, həmin enli istəyir. Biz bunu düsturla daha rahat işləyə bilərik. 90 çıx, deməli, aha, 90 çıx, düsturuma əsasən. Mənim enim yoxdur, x, çıx, çünki en yarımkürədə özü verir. Çıx zenit, zenitim 10-dur, bərabər bucağı da tapmışam. X çıx 10, bərabər 90-dan 30, 60, x da bərabərdir. Demək olacaq 50 şimal enliyi. Mənim x-im oldu 50 şimal enliyi. Doğru cavabım Y variantı. Sonra bizə deyir ki, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 3-cü saat qurşağıdır, bir də 4-cü saat qurşağıdır. Gəlin, bunları burada qeyd edək. 3-cü saat qurşağı eləyəcək. Bunlar şərq yarımkürəsindədir. Niyə? Çünki 1 və 11 daxil olmaqla bunlar şərq yarımkürəsidir. 3-cü saat qurşağı 45 dərəcə şərq uzunluğundadır. 15-ə vurmuşam. Bir də 4-də 15-ə vuram 60 dərəcə şərq uzunluğu oldu. Görək nə istəyir? Deyir, qonşu saat qurşaqları ilə sərhəddi 52,5 şərq uzunluğundan keçir. Deməli, görək, gəlin baxaq. 52,5 bu ikisinin arasında yerləşir. Düzdür? Bu ikisinin arasında yerləşir. Ona görə elə hər ikisinin qonşusudur. Necə bilirəm? 60-dan 7,5 bu yana sol tərəfə çıxanda 57,5 eləyir. Burada aşağıda yazaq. 57,5 eləyir. Bunun da 45-in üstədə 7,5 gələndə yenə 57,5. Bu hər ikisi üçün oxşardır. Bir də 7,5 necə tapmışıq? Çünki bir tam saat qurşağımız 15 dərəcəyə bərabərdir. Tutaq ki, baxın, bunun kənar meridianları tam 15 dərəcədir. Bunun yarı hissəsi neyinir? 7,5 və bu da bunu kimi. Bu şəkildə içəriyə doğru azalır.
və kənara doğru isə artacaq. Doğru, deməli, 3-ə verdik A-nı. B-yə baxırıq. Azərbaycan yerləşir. Azərbaycan 3-cü saat qurşağında yerləşir. Yəni 50 şərq uzunluğunda. 1-ə verdik B-ni. C. Orta meydan 60 şərq uzunluq. Bu da əlbəttə ki, 4-cü. Baxaq variantlara. 1-ə B, 2-yə C, 1-ə B, 2-yə C, 3-ə də A. Doğru cavabım C variantı oldu. 35-ci sual. Hansı materiklər bütövlükdə Cənub yarımkürəsində yerləşir? Tamamilə cənubda olan Antarktida, bir də Avstraliya materikidir. 36. 1 santimetrdə 2,5 kilometr miqyası ədədi miqyasa çevirin. 2,5 kilometri biz elə bilin ki, 100 minə vururuq. 100 minə vururuq. Çünki kilometrlə bu cür ifadə olunur. Vergülə görə 25, bir vergülə görə 0-ın biri gedir. Arxasında da 4 dənə 0 olan Y variantı. Primitiv testlərdir. İzoseislər adlanır. Deməli, xəritədə eyni hündürlüyə malik nöqtələri birləşdirən xətlər eyni hündürlük deyirsə, baxın, açar söz, izo, deməli, hipsdir, izohips. Eyni dərinlik deyirsə, izobatdır, izobat. Bu isə izoseis, bax, açar söz də verib mənə, seismik xəritələrdə eyni zəlzələ gücünü hiss etdiyi nöqtəyə birləşdirən xətlərdir. Zəlzələ seismoqraf adlanan cihazla ölçülür. 38. Əgər iki məntəqə arasında yerli vaxt fərqi 2 saat olarsa, bu məntəqələr hansı coğrafi uzunluqda yerləşə bilməz? Tutaq ki, hər hansı bir iki məntəqə var. Bunların arasında 2 saat var. 2 saat yəni görə neçə dərəcə var? Düzdür? 1 saatın yer kürəyə, 1 saatı yer kürəsi 15 dərəcəyə dönürsə, deməli 2 saatı yer kürəsi 30 dərəcəyə dönür. Bunların arasında deməli 30 dərəcə var. Mən elə rəqəm götürməliyəm. Ola bilməz deyir. Yoxlayaq bir-bir. Misal üçün baxaq burada aydını yoxlayaq. Deyir ki, biri 15 rəngi dəyişək daha rahat aydın görə bilək. Deməli 15 qərb uzunluğu, bu isə 15 şərq uzunluğu. Biri qərbdə, biri şərqdədirsə, ta ki bu 15 qərbdir, bu da 15 şərqdir. Yəni 0 qoysaq. Qərb şərqində arasında 30 dərəcə var. Bu doğrudur. Yəni bizdən olmaz istəyir. Doğrudur. Baxaq, B variant 60 şərq, 20 qərb uzunluğu. 60 şərq uzunluğu tutaq bura olsun, 20 də bura olsun. İndi baxaq, bunların arasında neçə dərəcə var? Biri qərb, biri şərq olanda biz bunları toplasaq eləyir 80 dərəcə. Elə mənim ola bilməz dediyi elə B variantıdır. Digərlərdə baxın, hamısında 30 dərəcə var. Biri şərq, biri qərb eləyir 30 dərəcə. Yenə bu 50 şərq uzunluğu 80 şərq, ikisi eyni yarımkürədə olduğu üçün çıxırıq yenə 30 oldu burada da. Burada da yenə biri, ikisi də qərb, eyni yarımkürədə yenə 30. Mənim doğru cavabım B variantı oldu. 39. Aşağıda verilən şərti işarə ilə planda təsvir olunur. Deməli, bu şərti işarə olacaq. Deməli, seyrək meşə. Adətən bunu qırılmış meşə ilə qarışdırırlar. Qırılmış meşənin işarəsi budur. Çolluğun işarəsi, baxın, budur. Deməli, budur. Çəmənlik bu şəkildə veriləcək. Meyvə bağda belə almalar şəklində olacaq. Primitiv testidir. Bu da 40. Aşağıdakı hansı daha qısadır? Gəlin mən bunu, bu təsvir eləyək. Deməli, bu mənim ekvator xəttimdir. Nəyi veribsə qeyd edin. Məsələn, bizə deyir, cənub tropik xətti. Mən bunu, baxın, bu cənub tropik xətti bunu verdim. Sonra burada şimal tropik xəttini də verəcəm. İndi baxaq, nə deyir bizə? Deyir ki, qısanı istəyir də məndən, qısanı. Gəlin B-yə, cənub tropik xətti. Cənub tropik xətti, bir də cənub, bir də burada var şimal tropik xətti. Bunlar müqayisə edəndə ikisi də eynidir də uzunluq. Ona görə biz nə A-ya baxırıq, nə də B-yə baxacağıq. Sonra 40 dərəcəli şimal paralel. 40 burada yerləşir. 40. Bir də mənə şimal qütb dairəsi. Şimal qütb dairəsi də 66,5. Bunları ikisini müqayisə edən 40 daha uzundur. Deməli bu ola bilməz. Qaldıq. Bir də meridian çevrəsi var. Meridian çevrəsi də budur. Bunun da uzunluğu 40.000. Deməli 9 kilometr. Heç bunu hesablamağa ehtiyac yoxdur. Baxın, bu xətlə əlbəttə ki, bunun arasında görürsünüz nə qədər fərq var. Məndən ən qısanı istəyirsə, deməli, şimal qütb dairəsi olacaq. Doğruca D variantı. 41. Daxili horizontalın mütləq hündürlüyünü hesablayın. Baxırıq, bu relyef forması müsbətdir, yəni dağdır. Biz neyini? Daxili horizontal, yəni bunu istəyir də məndən. 2 dənə bizə hündürlük verib. 220, bir də 260. Bunlar arasında nə qədər var? 260-dan 220 çıxanda eləyir 40. Elə 40 metr. Bunların da arasında bu ikisinin arası 1, 2 ilə ara kəsir. 40-ı da 2 ilə paylaşdıranda 20, 20 olur da. 20. Demək, kəsmə yüksəliyim 20-dirsə,
Burada 260 üstə 20 gələndə eləyir 280 ilə. Bunu istir məndən. 280 sonra 20 elədi 300. Daxili horizontalın oldu 300 metr. D variantı. Sonra deməli Cagliari şəhərinin coğrafi koordinatları 40 şimal enliyi və 9 şərq uzunluğunda. Gəlin bunun koordinatını çəkək. Adətən koordinat çəkəndə həmişə biz ekvatorla Greenwichi versək daha rahat təyin edə bilərik. Deməli 40 şimal enliyi, 9 şərq uzunluğu. Bu oldu mənim K yazım Cagliari şəhərim. Sonra buna əsasən Cagliari Bakıdan hansı istiqamət? İndi biz bir dənə Bakını verək. Gəlin bunu başqa rənglə daha rahat seçmək üçün. Deməli Bakı yenə bilirik də 40-dadır və uzunluğu isə 50 şərq uzunluğundadır. Bunu vermir çünki biz bunu bilməliyik. Bu da belə. Bu da oldu mənim Bakım. Şərtə baxaq. Cagliari'nin Bakıdan hansı istiqamətdə? Deməli, bunun Bakının arasında yerləşdiyini istəyir. Ha? Yəni bu hardadır? Bakının arasında yerləşir. Bakının olacaq deməli qərb hissəsində. Azimutla desə isə 270 azimut. Yenə burada şərtə diqqətli olun. Deməli qərb. Doğru cavabım Cagliari'nin Bakıdan, bəli. Doğru cavabım olacaq qərb. Qərb hansı variantdır baxaq. Səhv eləmirəmsə B variantı. Bəli, B variantı qərb istiqamətdir. Azimut isə 270 götürə bilərik. Hansı tarixdən başlayaraq Azərbaycanda gündüzün uzunluğu azalmağa başlayır? Deməli, variantlarda 22 iyundan sonra azalmağa başlayır. Amma 22 dekabrda isə artmağa başlayır. Deməli, doğru cavabım A variantı oldu. Aha, 45. Hansı vulkan Şimali Amerikada yerləşir? Gəlin baxaq. Kilimanjaro vulkanı yerləşir Afrikada. Bunu qeyd edilir Afrika. Vezuvi vulkanı yerləşir İtaliyada, yəni Avropada. Pinatubo vulkanı yerləşəcək Filippin adasında. Filippin. Sonra Erebus vulkanı deməli cənubda yerləşən Antarktida materikində yerdə qalıb bir dənə şas da C variantı Şimali Amerikada yerləşir. 46. Alp qırışıqlığı hansı geoloji erada baş vermişdir? Alp qırışıqlığı bilirik ki, Kaynazoyda baş verir. Bu da Cavan dağların əmələ gəldiyi dövrdür. 47. 4 qərb uzunluğu, 4 şərq uzunluğu arasında yerli vaxt fərqini tapın. Bir dənə biz bura Greenwich atırıq. Bura 4 şərqdir. Burada bizim olsun 4 qərb uzunluğumuz. Deməli, bunların arasında neçə dərəcə var? Biri şərq, biri qərb olanda 8 dərəcə var. Mən də bilirəm ki, yer kürəsi 1 dərəcəni 4 dəqiqəyə dönürsə ilə və 8 dərəcəni 2 dəqiqəyə dönə bilər. Mən 8-i də vururam 4-ə, eləyir 32 dəqiqə bunların arasında var. C variantı. 48. Mərmər və qneysin oxşar xüsusiyyətlərini istəyir məndən. Mərmər deməli əhəng daşın çevrilməsindəndir. Qney isə qranitin çevrilməsindən. Oxşar istəyir, bir də şərtə diqqətli olaq. Metamorfik suxurlar, əlbəttə ikisi də metamorfikdir, çünki çevrilmədən yaranır. Digər çökmə mənşəli suxurdan çevrilir, bəli, bu çökmədir, amma bu çökmə deyil, maqmatikdir. B olmaz. Bu yenə birinə aiddir, birinə yox. D də birinə aiddir, birinə yox. Sonra filiz faydalı qazıntıdır. Xeyr, filiz deyil. Bu qeyri-filizdir. 48, 49-a getdik. Üzərində planşet yerləşdirən 3 ayaqlı masa. Bu olacaq menzula. Menzula atlasın ön səhifələrində də şəkli təsvir olunub. Sonra 50. Paleozoy erasının dövrlərindən deyil. Deməli, Paleozoy erası qədim dövrdür. Bunlar Kembri, Ordovik, Silur, Devon, daş kömür, bir də Perm. Bu, bunun dövrlərindəndir. Biz, məsələn, Yura aid deyil, Yura isə Mezozoya məxsusdur. 51. 23 sentyabr tarixində 55 şərq uzunluğunda çıxan günəş 12 saatdan sonra hansı coğrafi uzunluqda batar? Buna aid tipik nümunələr toplu test kitabında da göstərilir. Harda 55 şərq uzunluğunda çıxırsa 12 saatdan sonra elə 55 şərq uzunluğunda da batacaq. Doğru cavab A variantı. Azərbaycanın miqyas verib bizə 550 min miqyaslı torpaq xəritəsindən, diqqətli olun bura, torpaq müvafiq olaraq miqyasına və məzmununa görə hansı qrupa aid olduğunu müəyyən edin. Deməli, burada xüsusi olaraq torpaq verirsə, deməli bir mövzudan bəhs olunur. Bu olacaq tematik. Ya D-dir, ya da E-dir. İndi bizə miqyas da verib. Miqyas da veribsə, bu olacaq, gəlin miqyası yadımıza salaq. Böyük miqyaslı xəritələr olacaq 10 mindən 200 minə qədər. Orta miqyaslar olacaq 200 mindən
deməli 1 milyona qədər, kiçik miqyaslar isə 1 milyondan daha kiçik. Yəni daha kiçik deyəndə ancaq milyonları nəzərdə tuturuq da biz kiçik olaraq. Deməli bu da hansının arasına düşdü? 200 mindən bir orta miqyaslı hesab olunur. Doğru cavab D variantı. 53. Sxemdə vəziyyətə əsasən ekvator xətti günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın. Ekvator xəttinə. Baxırıq günəş yer kürəsinin əsasən cənub hissəsini işıqlandırır. Deməli, günəş zenitdə 23.5 cənubda dayanır. Aha. Deməli, ekvator xətti də sıfırdadır. Deyir ki, bizə bura nə qədər günəş şüası düşür. Baxaq, bunların arasında neçə dərəcə var? Elə 23.5. 90-dan da mən 23.5 çıxacağam. Çünki bu şablon kimi 90 maksimumdur da. Düsturla da eləmək olar bunu. Cavab eləyir 66-dan 10. Deməli, ümumiyyətlə ekvatora maksimum günəş 90 dərəcə düşür. Minimum isə 66.5. Mənim doğru cavabım burada dərəcə ilə istəyir. 66-dan 10'da 5 dərəcə. Günəşin düşmə bucağı. Bəli, doğrudur. Sonra keçdik. 54. Aha. Sual. Miqyas verib mənə. Bir dənə miqyas gəl bu miqyası sadələşdirək. 100 minə belə 5 sıfır buradan siləndə yerdə qaldı n bərabərdir 50. Adanın sahəsi fikir verin santimetr. Yəni xəritədəki sahədən söhbət gedir də. 41,2 santimetr kvadrat. Deməli, biz həqqi məsafəni istəyir bizdən. Həqqini də tapanda biz vururuq. Amma diqqətli olun, miqyasın kvadratına vururuq. Bu vurana 41,2-yə mənim doğru cavabım eləyəcək 103 min. Getdik 55-ci sualda. Hansı materik həm okean, yer qabığına malik olan, deməli, həm materik istəyir, həm də okean olsun. Deməli, sakit okean yalnız okean tipli tasvirdə 1 ola bilməz. Nazca da okean tiplidir. Deməli, Afrikanı götürəcək 5. Ərəbistan yalnız və yalnız materik tipli olmaz. Deməli, Hind, Avstraliya, bir də Şimali Amerika. Ümumiyyətlə, böyük materiklər hamısını həm okean tiplidir, həm də materik tipli sayılacaq. 56. Neft üçün doğru olmayan fikirləri müəyyən edin. Üzüm mənşəli olub bitki heyvan qalıqlarından yaranmış. Bu doğrudur. Yananların əks demək olar ki, hamısı üzüm mənşəlidir. 2. Maqmatik xeyr. Artıq bir üzvün götürüb avtomatik 2 ola bilməz. Yanardır. Bəli, göz yumulu biz bunu 1 ilə 3 götürəcəyik. Sonra 57. Uyğunluğu müəyyən edin. Materikləri verib bizə uyğunlaşdıraq. Deməli, geoloji keçmişdə qədim Lavraziyanın tərkib hissəsi olmuşdur. Bu olacaq Şimali Amerika, yuxarıdakılar ona aiddir. Sahəsinə görə yalnız Avrasiya materikindən geri qalır. Bu olacaq Afrika. Sonra qütb, mülayim və tropik işıqlanma quşağında elə. Hər üçündə yerləşən Şimali Amerikadır, bir də Avrasiyadır. Sonra Greenwich və ekvator xətti ilə kəsişən həm Greenwichlə yeganə Afrika olacaq, bu həm də 4 yarımkürədə olacaq. Bütün meridianlar yerləşir, əlbəttə ki, Antarktida materiki oldu. Keçirik situasiyalara. Ümumiyyətlə testlərdə situasiyalara çox diqqətli olun, çünki ən yüksək balı situasiyalar verir. Deməli, A məntəqəsi 1-ci saat qurşağının orta meridianı üzərində Vezuv vulkanına yaxın ərazidə yerləşir. Deməli, 1-ci saat qurşağı. Bu ərazidə zəlzələlər baş verir. A məntəqəsində qütb ulduzu 40 dərəcə bucaq altında görünür. Burada fəsillər aydın müşahidə olunur. A məntəqəsinin coğrafi koordinat. Deməli, özü mənə deyir ki, orada qütb ulduzu 40 dərəcə görünür. Biz də bilirik ki, neçə dərəcə görünürsə qütb ulduzu. Deməli, həmin enlikdə görsən. Məsəl üçün, mən 40-da dayanmışamsa, mən 40 dərəcə görəcəm. 70-də dayansam, 70 dərəcə görəcəm. Amma cənubda isə biz onu görə bilmirik. Artıq mən nəyi tapdım burada? Enimi tapa bildim. Bu ulduza görə tapa bildim. Enim. Bir də uzunumu da 1-ci saat qurşağı özü deyir. Biz də 1-ci saat qurşağı neçəyə düşür? 1-ci saat qurşağı da olur. Gəlin bura. Vuraq 15-ə. Nədir? Elə 15. Mənim koordinatı istəyirsə yazın. 15 şərq uzunluğu 40 deməli şimal en. Sonra hansı materikdə yerləşdiyini əlbəttə hansı materik bu bizə həm də ipucu verir. Deməli şimal enlikdədir. Həm də deməli burada Vezuv vulkanı bilirik ki, Apennin yarımadasında əlbəttə ki Avrasiya materikində yerləşir. Avro-Asiya. Qitə desə, Avropa götürə bilərik. Sonra digər A məntəqəsinin yerləşdiyi ərazidə zəlzələnin baş vermə səbəbini yazın. Əlbəttə, ora geosinknaldır. Geosinknal da deməli Afrika ilə, deməli
Afrika ilə Avropanın və yaxud da biz elə Avropa da deyə bilərik, Avrasiya da deyə, Avropa, Şərqi Avropa yaxud da Avrasiyanın toqquşması, baş vermə səbəbi toqquşmadır. Və yaxud da Alp-Himalay, bu da doğru sayılır. Alp-Himalay qurşağında yerləşir, qurşağında və yaxud da konvergentdə yerləşir. Konvergent. Bunun hansını yazsaz doğru sayılır. 60. A məntəqəsində hansı işıqlanma qurşağında yerləşdiyini yazın. A-nın. 40 şimal enliyində eli tapmışıqsa, Azərbaycanla 40-da biz də bilirik ki, işıqlanma qurşağını istəyir. Şimal mülayim işıqlanma qurşağı olacaq. Burada yay gündəliyində günəş şüasının düşmə bucağı. Yay gündəliyində günəş harda olur? Əlbəttə yuxarıda 23:5-də olacaq. Deyək günəş burada olsa bura nə qədər düşür? Düstursuz da eləyə bilərik. Deməli 90 çıx n çıx. Çünki n yarımşüəyyətdə 23:5. Deməli bundan bunu çıxanda 16 16:5, 90-dan da 16:5 çıxanda 73 tam bunda 5 dərəcə.